Erdoğan Türkiye'ye raket atılmasına belə reaksiya verdi. Türkiye Prezidenti Recep Tayyip Erdoğan İranın Türkiye'ye doğru həyata keçirilən ballistik raket atışı ilə bağlı açıqlama verib. Global Info az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Türkiye Prezidenti bildirib ki, rəsmi Ankara hadisəyə dərhal reaksiya verib və təhlükəsizlik tədbirləri gücləndirilib. Bugünkü hadisədə olduğu kimi biz NATO müttəfiqlərimizlə sıx əməkdaşlıq çərçivəsində bütün tədbirləri görürük və vəziyyətə dərhal reaksiya veririk. Həmçinin bu cür hadisələrin təkrarlanmaması üçün ən aydın xəbərdarlıqlar edirik, deyə dövlət başçısı vurğulayıb. Erdoğan qeyd edib ki, Türkiyənin milli təhlükəsizliyi ilə bağlı məsələlərdə bütün zəruri addımlar atılır və proses diqqətlə izlənilir. Tehrana hücum, İranın ən yüksək dini orqanının binası tamamilə dağıdıldı. Tehran bombardman. Dünən hava zərbəsi endirilən Tehranda yerləşən Ekspertlər Şurası binası tamamilə məhv edilib. Global Info az xəbər verir ki, bunu son yayılan peyk görüntülərindən görmək mümkündür. Ekspertlər Şurası İranda ən yüksək qanunverici və məsləhətçi orqandır. 88 müctəhiddən şiə din alimləri ibarət bu qurum üzvləri 8 illik müddətə birbaşa seçki yolu ilə təyin olunur. Şura həm ali liderin təyinatı və nəzarəti ilə məşğul olur, həm də lazım gəldikdə onun vəzifədən azad olunmasını təmin edir. Qurumun əsas simaları yüksək səviyyəli şiə din xadimləridir. Eyni zamanda sosial şəbəkələrdə Şərqi Azərbaycan vilayəti Marağa şəhərindəki Sepah bazasının dağıdılması ilə bağlı kadrlara da rast gəlinir. Qərar verildi, bu ölkədə İranı bombalayacaq. Britaniya İrandakı raket obyektlərinə hücum etməyə hazırlaşır. Global Info az xəbər verir ki, The Guardian qəzetinin məlumatına görə London gələcəkdə İranın ballistik raket buraxılış obyektlərinə mümkün hücumlarda iştirakı istisna etmir. Qəzet yazır ki, yaxın günlərdə ABŞ-a məxsus ağır bombardman təyyarələrinin Britaniyadakı Fairford və Hind okeanında yerləşən Diego Garcia bazalarına göndərilməsi planlaşdırılır. Bu təyyarələr İrandakı yeraltı raket infrastrukturuna mümkün hücumlarda istifadə oluna bilər. Qəzet qeyd edir ki, belə bir hərbi addım regionda gərginliyi daha da artıra bilər. İran müharibəyə hazırdır, Tehran ABŞ-ı rədd etdi. Tehranın güya atəşkəsi müzakirə etməyə hazır olduğunu göstərən, üstəlik bu barədə vasitəçilər vasitəsilə Vaşinqtona siqnal verdiyini əks etdirən məlumatlar həqiqətə uyğun deyil. Global Info az xəbər verir ki, bu barədə Tasnim agentliyi mənbələrə istinadən xəbər yayıb. The New York Times'də dərc olunan məqalə tamamilə yalandır və psixoloji müharibənin tərkib hissəsidir, deyə adı açıqlanmayan rəsmi bildirib. Onun sözlərinə görə İran, İsrail və ABŞ silahlı qüvvələrinin zərbələrinə tərəddüd etmədən cavab verəcək. Qəzet daha əvvəl vəziyyətdən xəbərdar rəsmilərə istinadən yazıb ki, İran rəhbərliyi ictimai şəkildə ABŞ prezidenti Donald Trump ilə danışıqlardan imtina etsə də, hücumların başlanmasından bir gün sonra münaqişənin dayandırılması şərtlərini müzakirə etməyi təklif kimi irəli sürüb.